Salam. Biologiya 8-ci sinif 1-ci hissədən öyrəndiklərinizi tətbiq edin. Burada cədvəl verilibdir. Cədvəldə olanların doğru və yanlış olanları belə bir işarələrlə qeyd eləyir ki, adlandırın. Baxırıq qurbağa, balıq, it, kərtənkələ, timsah verilibdir. Qurbağaya baxırıq 2 qan dövranı var. Odur ki, bura qeyd eləyirəm. Mən üstəgəllə çıx qoyacam. Siz özünüz o işarələrdən istifadə istəsəz edə bilərsiniz. Ürəyində bir mədəcik var. Qurbağalarda 3 kameralı ürəkdir. 2 qulaqcıq, bir mədəcik mövcuddur. Ona görə ürəyində bir mədəcik var. Qeyd eləyirəm. Ürəyində 2 qulaqcıq, bəli, sağ, sol qulaqcıqlar var. Üstəgəl qoyuram. Ürəyində 2 mədəcik yoxdur. Bir mədəcik var. Keçirəm balığa. 2 qan dövranı balıqda yoxdur. Bir qan dövranı var. Sonra ürəyində 2 qulaqcıq yoxdur. Bir qulaqcıq, bir mədəcik var. Sonra ürəyində 2 qulaqcıq, o da yoxdur. Ürəyində bir mədəcik var. Bunu üstəgəl qoyum. Bir qulaqcıq, bir mədəcikdən ibarətdir balıqlar. Ürəyində 2 qulaqcıq yoxdur. Sonra ürəyində 2 mədəcik, o da yoxdur. Yəni balıqlarda ürək 2 kameralıdır. Bir qulaqcıq, bir mədəcikdən ibarətdir. İtə keçək, 2 qan dövranı, bəli, mövcuddur. Üstəgəl qoyacam. Ürəyində bir mədəcik yoxdur. 2 mədəcik var. Qulaqlarda sağ və sol mədəciklər mövcuddur. Ürəyində 2 qulaqcıq, bəli, mövcuddur. Üstəgəl qoyuram. Ürəyində 2 mədəcik, bəli, mövcuddur. Qoyuram, bax, burada üstəgəl. Deməli, bildiyiniz kimi itdə ürək 4 kameralıdır. Odur ki, ürəyində bir mədəcik yanlışdır. Qalanları isə doğrudur. Kərtənkələ ürəyində 2 qan dövranı var. Bəli, kərtənkələ sürünənlərə aiddir 2 qan dövranı mövcuddur. Odur ki, üstəgəl qoyacam bura. Sonra ürəyində bir mədəcik yox. Kərtənkələnin ürəyində bir mədəcik. Bəli, bir mədəcik. 2 qan dövranı olsa da bir mədəcik var. Doğru ifadədir bu da. Kərtənkələnin ürəyi 2 qulaqcıq, sağ, sol qulaqcıqlar var. Üstəgəl qoyulur burada. Üstəgəl qoydum. Sonra deməli, baxırıq bura. Ürəyində 2 mədəcik. Yox, ürəyində 2 mədəcik yoxdur. Bir mədəcik var. 3 kameralı ürəkdir. Bir dəqiqə mən bunu düzəldim. Bu nəsə burası yaxşı alınmayıb. Baxırıq. Deməli, burada nə olmalıydı? Ürəyində 2 qulaqcıq, bəli, kərtənkələnin ürəyində sağ və sol qulaqcıqlar mövcuddur. Keçirik timsaha. 2 qan dövranı, bəli, var. Üstəgəl qoyuram. Bildiyiniz kimi timsahda ürək 4 kameralıdır. Ürəyində bir mədəcik, xeyr, 2 mədəcik var. Ürəyində 2 qulaqcıq, bəli, mövcuddur. Üstəgəl qoyacam. 2 mədəcik, qulaqcıq. Ürəyində 2 mədəcik var, bəli, burada üstəgəl qoyulacaq. Fikir verin. Beləliklə, ürəyin quruluşu haqqında məlumat verdim, müzakirə edin. Bu canlılardan hansıların ürəyində arterial və venöz qanın qarışdığını söyləmək olmaz. Fikrinizi əsaslandırın. Bildiyiniz kimi sürünənlərdə, amfibilərdə qarışıq qan mövcuddur. Ürəkdə qan qarışır. Qarışmayan isə olacaqdır. Balıqlarda bir qan dövranı olsa da arterial venöz qan qarışmır. İtdə də qarışmır. Qeyd edirəm, bax, bu itdə də qarışmır. Timsahın da ürəyi
Məməllərin ürəyi kimi 4 kameralıdır. Orada qarışma olmur. Keçirik növbəti sualımıza. Öyrəndiklərinizi yoxlayın. Qapalı və açıq qan dövranı arasında əsas fərqlər nədir? Bildiyiniz kimi qapalı qan damar sistemində qan yalnız damarlarla ürəkdə dövr etmiş olur. Açıq qan dövranında isə damarlardan bədən boşluğuna açılır. Bilavasitə ürəyə qayıtmır qan. İkinci soruşulur. Verilmiş qan dövranı sxeminə əsasən düzgün fikirləri seçin. Birinci məməllərə aiddir. Baxırıq təsvirə, görək bu məməllərə aiddir, yoxsa başqasına. Baxırıq. Bildiyiniz kimi məməllərdə böyük qan dövranı sol aorta qövsü ilə başlayır. Sol mədəcikdən, bax bu sol aorta qövsüdür. Odur ki, məməllərə aiddir. Buna bir üstəgəl qoyuram. İkinciyə baxıram. Bir rəqəmi ilə qeyd olunmuş damar sağ aorta qövsüdür. Mən dedim ki, bu məməllərə aiddir. Çünki bunlarda sol aorta qövsüdür. Ona görə çıx qoyuram. Üçüncü, 2 rəqəmi ilə qeyd olunmuş damarda venoz qan axır. 2 rəqəmi. Göyrəkdə olanlar venoz qandır. Bəli. Venoz qan. Deməli, bu doğru olacaqdır. 2 rəqəmi ilə qeyd olunan doğru olacaqdır. Venoz qan axır. Dördüncüdə 3 rəqəmi ilə qeyd olunmuş damar ürəyin sağ mədəciyinə birləşir. Baxıram üçüncüyə. Sağ mədəciyə birləşmir. Sol qulaqcığa birləşir. Odur ki, dördüncü də yanlış olacaqdır. Dördüncü yanlış olacaqdır. Deməli, 3 rəqəmi ilə qeyd olunmuş damar ürəyin sağ mədəciyinə birləşmir. Keçdik 4-ə və 5-ciyə. 4 rəqəmi ilə böyük qan dövranına aid damarlar qeyd olunmuşdur. Bəli, doğru ifadədir. 6-cı, 5 rəqəmi ilə ağciyər dövranına aid damarlar qeyd olunmuşdur. Gördüyünüz kimi venoz qan ürəyin sağ mədəciyindən başlanğıc götürərək gedir ağciyərlərə. Ağciyərlərdə qazlar mübadiləsi sayəsində karbon qazını verərək, oksigeni qəbul edərək arterial qana çevrilir. Odur ki, 6-cı müddəa doğru olacaqdır. Keçdik növbəti sualımıza. 3-cü sualda. Uyğunluğu müəyyən edin. Tənəffüs orqanlarında oksigenlə zənginləşən qan ürəyə qayıtmadan digər orqanlara daşınır. Burada bir qan dövranı və 2 qan dövranı verilibdir. Bildiyiniz kimi balıqlarda qəlsəmələrdən ürəyə arterial qan yox, bədənə dövr etmiş olur. Odur ki, A variantı aid olacaqdır balıqlara. A-nı biraz qəşəng yazım. Deməli, bir qan dövranı A-nı qeyd edəcəyik. Bax, bura. Baxırıq növbəti B-də 4 kameralı ürəyə malik heyvanlarda olur 2 qan dövranı. Deməli, bunu qeyd edəcəyik. İkinciyə. Bir dəqiqə. Deməli, B yazılacaqdır. Bax, bura. 2 qan dövranı olana. C-də onurğalı heyvanlarda rast gəlinir.
İstərsə bir qan dövranı, istərsə də 2 qan dövranı. Onurğalılarda mövcuddur, ona görə də C-ni bax bura yazacağıq. Sonra keçdik 4 kameralı ürəyə malik heyvanlarda olur 2 kamera. 2 kameralı, deyilir 2 kameralı ürəyə malik heyvanlarda olur bir qan dövranı. Deməli, qeyd olunacaqdır, bax bura. Bir qan dövranı olan yerə. Y-də soruşulur, ürəyin mədəciyində tam ara kəsmə olmayan heyvanlarda olur. Bəli, 2 qan dövranı ara kəsmə tam olmayan heyvanlarda, misal üçün sürünənlərdə, amfibilərdə də mövcuddur 2 kameralı 2 qan dövranı. Odur ki, bax Y-ni bax buraya yazacağam. Və beləliklə bir qan dövranına A-la D, 2 qan dövranına isə B ilə Y, C isə hər ikisinə ortaq müddəa kimi götürülə bilər. Bu qədər, sağ olun.